Mən Kəramət bəy, bir dənə yadımdan çıxacaq. Gəlin Kərim bəy, bəyaqdan mikrofonu istəyir. Kərim bəy, mikrofonu Mən sizin statuslarınızdan haliyəm, yəni göndərirlər, bəzən özüm də oxuyuram. Siz cəmiyyətin düzəlməyi üçün bəzən statuslar yazırsınız. Yəni bir növ cəmiyyətin aydınlanması uğrunda mübarizə aparırsınız. Amma biraz realist olaq. 100 kəramət böyükçöl yan-yana yığılıb meyxananı tənqid etsə, bunu yoxa çıxartmaq olmayacaq. Deyək ki, mən sizlə razıyam. Bunu yoxa çıxarda bilmirik. Kontingenti həddən artıq böyükdür. Yəni siz meyxananın nümayəndəsini yazırsınız, rəylər aşağıda sizi linç eləyirlər. Bu 50 il əvvəl də belə olacaqdı, 50 il bundan sonra da belə olacaq. Buna niyə konstruktiv tərəfdən yanaşmırsınız? Gəlin, hər açıq gəl mənə denən ki, Timothy konstruktiv tərəfdən yanaşmaq istədi. Götürün meyxanadiyənin əli ilə topluma mesaj ötürmək olur. Bir cavab verin. Bayaq mənə bir müsahibə alırdılar elmlərdə. Jurnalist mənə sual verdi ki, bəs aşıqları tənqid eləmişsiniz də sərt şəkildə. Birdən sizin övladınız da aşıq olsa, neyniyərsiniz? Bir xeyli düşündüm, nə deyim? Yox, dedim aşıq olsun ya, amma aşıq namiq olmasın. Heç olmasa aşıq ədalət olsun da. Demək problem adlardadır. İndi yaxşı, anladım. Meyxana bizim xalqın folklordur və insanlar... Meyxananın aşıq ədaləti varmı sizin üçün? Yoxdur. Bir şey deyim. Mən yaxşı, bizim xalqın folklorudur, insanlar bunu sevir. Amma gəlin, bunlara zövqlü heç olmasa bunun yaxşısını verək. Hətta çəkmə şəhər üstüsü qoy dağlara. Ay bəy, sizin o dediyiniz qafiyənin 20 yaşı var. Mən sizlə razıyam. Siz elə bilirsiniz ki, meyxana deyən, bax xanım bayaqları deyir ki, şairlər, ciddi şairlər meyxana deyənlərdən az tanır.